Euzubillah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve lanetullah ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Ve emma ba'd. Qolmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanalımızdan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Maarifləndirmə metodu dərsində 31-ci dərs, yeni bir mövzu. Peyğəmbərimizin təbliğ formaları, yəni İslam Peyğəmbəri hansı formalarda təbliğ edib, təbliğinin necəliyi barəsində və forması barəsində bugünkü mövzumuz. Ən ümdə dəyişikliklər bu müddətdə nə oldu? Yəni İslam Peyğəmbəri neçə il təbliğat etdi? Məkkə şəhərində 13 il, 10 ildə Mədinə şəhərində nə ki mühüm dəyişikliyə Peyğəmbərimiz imza atdı? Elm, azad düşüncə və inam, dünya görünüşünün təvhid inkişafı, batil əqidədən uzaqlaşmaq, ədalətin cəmiyyətdə bərqərarı, birlik, qadınların məqamının ucalması, insani dəyərlərin dirçəlməsi. Təbliğdə ilk addım nədir? Təbliğdə ilk addım çıxışdır. Səfa dağından oxumuşuq. Səfa dağından başladı, sonra yazmağa başladı. Dedik, Peyğəmbərimizin təbliğ formaları, Peyğəmbər nələrin vasitəsilə, hansı yollarla təbliğ edib? Birinci, danışıq təbliği, danışıqla, çıxışla. Digər məxluqatlardan fərqli olaraq insanlara dilin olmasıdır. Musa Peyğəmbər Allahdan dil düyününün, dil şirinliyinin açılmasını və Harunun onunla əməkdaşlığını istəyir. Taha surəsi 25-ci ayədən 28-ə qədər. Çünki onun dilində fəsahət var, Harunun. Qəsəs 34-cü ayə. İnsan ağıl və düşüncəsinin şahidi, danışıq və izahıdır. Mən bir şey deyim, bu Peyğəmbərdə, Musa Peyğəmbər dili pəltək, o məna deyil. Çünki Peyğəmbərlərimiz daxili və xarici qüsurdan paxşırlar. Onlarda heç bir cəhətdən heç bir qüsur yoxdur. Hər hansı bir şirinlik olub dilində. O fəsad və bəlağət baxımından Harun Peyğəmbər sanki onu üstəlirmiş, belə deyək, qarına qalmasın deyə. Elə insanlar var ki, məsələn, müəyyən söhbətlərdə onlar daha yaxşı söhbətləyə bilirlər. Məsələn, kiməsə borcun var, alacağın, verəcəyin var. Tərəf var ki, elə söhbətlərə qəşəng söhbətləyənlərdir. Aparırlar ki, bəs sən barda söhbət elə, mən dini cəhətdən danışa bilərəm. Amma elə söhbətlər var ki, məsələn, o sən daha yaxşısan ki, o sən gedək mənlə bir yerdə. Bu formada, nəinki Musa Peyğəmbərin pəltəyi olub, yox, belə bir şey Peyğəmbərimiz olmayıb. İnsan ağıl və düşüncəsinin şahidi, danışıq və izahıdır. Ağıllı insan yaxşı fikirləşir, sözləri sahmana salır və danışır. Xətaların həlli və işlərin islahı sözə bağlıdır. Hədis var, mən hədisin birini qeyd edim. Bütün işlər möhkəm sözlə islah olur və xətalar düzəlir. Yəni, danışığın özündən çox şey asılıdır. Təqva və möhkəm söz. Bərabər nəyə? Bərabərdir əməllərimizin islahı və əff olunmaqlığımıza. Əhzab 71-ci ayə. Əd-Durrul Mənsur kitabı var. Sünni qardaşlarımızın alimi olan Suyutinin kitabıdır. Orada
qeyd edir ki, bu ayənin, yəni Əhzab 71-ci ayənin təfsirində Əd-Durrul Mənsur kitabında Suyuti qeyd edir ki, Peyğəmbərin minbərdə çox təkrar etdiyi ayə bu ayə idi. Əhzab 71-ci ayə. Təqva, möhkəm söz, bərabərdir əməllərin islahı və əfv olunmaqlığı. Əllamə Təbətəbai öz Əl-Mizan təfsirində cild 6-da qeyd edir ki, möhkəm danışığa adət edən yalan danışa bilmir. Çox əla sözdür. Adam var vərdiş edib, o da mələkə. Vərdiş edib öz ruhunu alışdırıb düzgün danışmalığa. O da yalan danışa bilmir. Məsələn, gözü qaçır, əl hərəkətləri əsir, bütün bədəni, ruhu və dili alışıb doğru danışmalığa, bu adam gəlsin, yalan danışsın deyə bacarmır. Möhkəm danışığa adət edən yalan danışığa danışa bilmir. Boş və mənasız söz deyə bilmir. Bu, ruhunda iz qoyanda əməli salih olur və pislərdən tövbə edir. Deməli, danışıq, dil insanı xoşbəxt və ya bədbəxt eləyə bilər.